Mini aftaran ayaqqabı düzəltmişdik. Yəni ki, əsgərlərimizin atdığı hər addım təhlükəsiz olsun deyə düzəltmişdik belə bir şey. Mən bura gələndə inanmışdım ki, qazanacağıq və həqiqətən də qazandıq. Bəzən olurdu gündə 12 saat çalışırdıq və düşünürəm ki, biz bu vəziyyətin bəhrəsini gördük. Biz orada tandem günəş panellərinin üzərindən NATO-da qədər quraraq tandem günəş panellərinin dayanıqlığını artırdıq və beləcə də deqradasiyadan həmçinin səmərəliyi artırdıq. Gecələri yatmırdım, ancaq bu haqqında fikirləşirdim, ideyalarımı bunun üzərində sınayırdım və sonunda belə bir layihə ərsəyə gətirdim. Kanalizasiya sularının təmizlənməsi və sonradan ondan enerji əldə etmək haqqında idi. Əslində iş prinsipi belədir. Təmizlənmiş kanalizasiya sularının bu axıdıldığı boruların daxilinə xüsusi qanadlı bir mexanizm yerləşdirək. Təzyiqdə isə bu mexanizmdən keçərək kanatları fırlatsın və generator rejimində işləyən elektromotorlara qoşulsun, mexaniki fırlanma elektrik enerjisinə çevrilsin. Bu sayədə biz kiçik bir qəsəbənin və yaxud bir küçənin işıqlandırılmasını edə bilərik.